Salam, hər vaxtınız xeyir olsun. Bugün toplu ikinci hissədən hüceyrənin biokimyası mövzusunun izahına baxacağıq. Hüceyrənin qeyri-üzvü və üzvü tərkibi olan hissəyə 1-dən 80-ə qədər olan hissəsini paylaşmışam. Bugün baxacağıq 80-dən sona qədər olan hissəsinə. İndi baxacağıq 81-ci suala. 81-ci sualda deyilir ki, nuklein turşularında neçə növ nukleotidə rast gəlinir? 8 növ nukleotidə rast gəlinir. Çünki ola bilər DNT-də həm DNT-də, həm RNT adenin, guanin, sitozin olsun. Amma bu nukleotidlər bir-birindən pendozasına, karbohidratına görə fərqlənirlər. Yəni DNT-nin adeninli nukleotidi, RNT-nin adeninli nukleotidindən fərqlidir. Ona görə tam 8 növ nukleotid, azot əsaslı deyərsə 5 növ olur. Amma nukleotid dediyi üçün 8 növ. Deyilir ki, bir DNT molekulunda nukleotidlərin sayı 1500-dür. Sayca adenin timinə, guanin, sitozinə olan nisbəti 3-ün 2-yə bərabərdir. Yəni, bu ümumilikdə nukleotidlər adenin, timin, guanin, sitozinin cəmidir. Adenin və timinin cəmi 2x, guanin və sitozinin cəmini 3x götürsək, 5x bərabər olur 1500-ə. 15x bərabərdir 1500. Biz buradan x-i tapırıq 300. 300 tapdıqdan sonra yerinə qoya bilərik. Baxın, bu adenin və timin 2x-dirsə, demək adenin x-dir. Demək, adenin 300-ə bərabərdir. Yəni, x-ə. Guanini soruşduğu üçün də guanin və sitozinin cəmi 3x-dir. Deməli, guanin 1,5x-ə bərabərdir. Bunun yarısı da, çünki guanin və sitozinin cəmi də bir-birinə bərabərdir. 1,5x, 1,5-i 300-ə vuranda cavab eləyir 450. 300 adenin, 450 guanin var. Hidrogen rabitəsinin sayını 132 verib, adeninin sayını isə 12 verib. Deməli, biz bilirik ki, adeninlə timin arasında belə deyək, 2 qat rabitə var. Sitozin və guanin arasında isə 3 qat rabitə var. Mən ümumi hidrogen rabitəsinin sayından adenin və timin nukleotidləri arasında olan hidrogen rabitəsinin sayını çıxsam, sitozin və guanin arasında olan hidrogen rabitəsinin sayını tapıram. Yəni, mən burada 132-dən çıxacam, 12 vurulsun 20, 12 vurulsun 2. Yəni, adenin və timin arasında olan hidrogen rabitəsi, bunu 2-yə vurmaqla tapıram 24. 132-dən 24 çıxdıqda cavab olur 108. Burada da deyir ki, 144 hidrogen rabitəsi var. Adeninin miqdarı 36-dır və bizdən bütün nukleotidlərin cəmini istəyir. Mən belə tapa bilərəm. Belə yazaq. Hidrogen rabitəsinin sayını tapanda 2 adenin, çünki adenin və timin arasında 2 qatdır rabitə və üstünə gələnsin 3 guanin, çünki guanin və sitozin arasında 3 qat rabitədir. Ümumilikdə hidrogen rabitəsi bərabərdir 144-ə. Adenin miqdarını 76 verib. Yəni 36 verib, üzr istəyirəm. 36-nı 2-yə vurmaqla tapıram ki, 72, üstünə gəlirsən 3 yenə guanin, guanini hələ bilmirəm, bərabərdir 144-də. Mən buradan guanini taparam. Deməli, guanin bərabər olacaq buradan 24-də. 144-dən 72 çıxanda 72, 3 guanin bərabərdir 72, guanin bərabərdir 24. Guanin 24-də bərabərdirsə, eyni ilə sitozin də 24-də bərabərdir. Adenin sayını bizə verib 36. Demək, timin də 36-dır. Ümumilikdə nukleotidlərin sayını da tapanda 72 üstə gəl 48. 72 üstə gəl 48 cavab olacaq 120 və yaxud da ki, H bərabərdir N üstə gəl G. Yəni, nukleotidlərin sayı üstə gəl guanin sayından da burada tapa bilərdik. Yəni, 144-dən 24-ə çıxıb nukleotidlərin sayını da tapa bilərdik. Çünki belə bir düsturu da var hidrogen rabitəsinin. H bərabərdir N, yəni N burada nukleotidlərinin hamısının sayıdır. Üstə gələnsin guanin. Biz burada guanin tapmadıq mı? 24. Hidrogen rabitəsi də 144-dür. 144-dən 24-ə çıxsaq, ümumi nukleotidlərin sayını tapardıq 120. Hər iki üsulla həll etmək olar. 85-ci suala baxaq. Biri polipeptid zənciri başlayan, digəri isə bu zənciri tamamlayan 2 amin turşusunun nisbi molekul kütlələrinin fərqini istəyir bizdən. Zənciri başlayanın kütləsi 127-yə bərabərdir. Çünki ondan sadəcə H ayrılır. Yəni, 1 hidrogen 1 qramdır. O ayrılır. 128-dən 1 çıxırıq, alınır 127. Digəri isə bu zənciri tamamlayan, yəni sonuncunun çəkisi isə 111-ə bərabər olur. Çünki bundan OH ayrılır. Birincidən H, sonuncudan OH, ortadaklardan isə 18 ayrılır ümumilikdə. Yəni, ortadakların çəkisi olur 110. İndi 127-dən 111 çıxanda cavab olur 16.
DNT molekulunda adenin və timin nukleotidləri arasında hidrogen rabitələrinin sayı 18.000-dir. Guanin və sitozin nukleotidləri arasında olan hidrogen rabitəsindən 3 dəfə çoxdur. Demək, guanin və sitozin arasında olan hidrogen rabitəsi 6000-ə bərabərdir. DNT molekulunda neçə nukleotid var? Belə tapa bilərik bunu. Əvvəlcə 18.000-ni yenə deyirəm 3-ə böldük. Guanin və sitozin arasında olan hidrogen rabitəsini tapdıq. Mən buradan adeninlə timinin deməli rahatlıqla sayını tapa bilərəm. Çünki 18.000 bölünsün 2 bərabərdir 9.000. Çünki adenin və timin arasında 2 qat rabitə var. İndi mən adenini də buradan 9.000 tapıram. Həmçinin timini də 9.000 tapıram. Sonra guanin və sitozinin də sayını tapa bilərəm. 6.000 guanin və sitozin arasında rabitə varsa 6.000-i bölürəm deməli 3-ə, çünki guanin və sitozin arasında 3 qat rabitədir. Bölməklə guaninin sayını da tapıram 2000. Guaninin də sayını 2000 tapıram. Guanin 2000-dirsə sitozin də 2000-dir. Çünki sayılar bir-birinə bərabərdir. Ümumi nukleotid sayını soruşduğu üçün adenin 9000, timin 9000, guanin 2000, sitozin 2000. Ümumilikdə 18000 bunlar, 4000 də bunlar. Ümumilikdə 22000 nukleotid eləyir. Cavab D variantıdır. Baxaq 87-ci sual. Bunu görmürəm. Çəkək bunu qırağa. 87-ci sualda nə deyir? Azot əsasları arasında ümumilikdə 300 hidrogen rabitəsi var. Bütün azot əsasları bərabər miqdardadır. Bu molekulda hər bir deməli azot əsasının miqdarını soruşur bizdən. Necə həll eləyəcəyik? Bizim belə bir düsturumuz var. H bərabərdir. H bərabərdir N üstəgəl G. Yedisini yaradaq burada. H bərabərdir N üstəgəl G. Burada deməli H hidrogen rabitəsi N nukleotidlərin ümumi sayıdır. G isə guanin nukleotidinin sayıdır. Yəni mən ümumi nukleotidlərin sayı ilə guanin nukleotidinin sayını toplayanda ümumi hidrogen rabitələrinin sayını tapa bilirəm. İndi mən burada guanini X ilə işarələsəm, desəm ki, guanin bərabərdir X-ə, onda digər nukleotidlərdə adenin, timin, guanin, hamısı X-ə bərabər olacaq və ümumilikdə nukleotidlərin sayı bərabər olacaq 4X-ə. 4X üstəgəl guanini də X ilə işarələdiyim üçün X, hidrogen rabitəsi bərabər olacaq 5X-ə. Deməli, 5X bərabərdir 300, çünki bizə deyib ki, hidrogen rabitələrin ümumi sayı 300-dür. Buradan da mən X-i tapıram 600. Yəni, hər biri, çünki mən nukleotidlərin hər birini, azot əsaslarının hər birini X ilə işarələmişəm və bunların hər biri bərabər olur 600-ə. Cavab olacaq, yox, üzr istəyirəm, 60-a. 300-ü 5-ə bölüb 600 yazmışam. Bərabər olur 60-a. 88-ə baxaq. 14000 hidrogen rabitəsi, 4000 adeninli nukleotid var. Guaninin sayını soruşur və dezoksiribozanın sayını soruşur. Mən birinci burada guanini tapacağım. Sonra isə ümumi nukleotidlərinin sayını tapmaqla dezoksiribozanı tapacağım. Çünki nukleotidlərin, dezoksiribozanın və fosfat turşusu qalığının sayı hamısı bir-birinə bərabərdir. Yaxşı, bəs guanini necə tapırıq burada? Guanini H bərabərdir 2 adenin üstəgəl 3 guanin düsturundan tapa bilərəm. H-ı bizə verir burada 14000. 14000 bərabərdir 2 adenin 2 vur 4000 8000 üstəgəl 3 guanin. Guanin burada bizdə X-dir. Guanin bərabər olur 6000 bölünsün 3, 2000-ə. Deməli, 2000 guanin var imiş. Və dezoksiribozanın sayını da tapanda ümumi nukleotidlərin sayını taparam. 2000 guanin varsa 2000 sitozin var. Bu eləyir 4000. 4000 adenin varsa timin də 4000-də eləyir 8000. Ümumilikdə 12000 nukleotid olur. 12000 nukleotid varsa dezoksiribozanın sayı da 12000-ə bərabər olur. Cavab olur B variantı. Baxaq 89-cu suala. Burada yenə bayaqki suala oxşardır. Guanin və sitozini 2-yə, guanin və sitozinin timi və adeninin cəmli olan nisbətini 2-nin 3-ə verib. Yəni, ümumi nukleotidlərin sayını mən bunu nisbət kimi yazsam, 2x, 3x şəklində yazsam, guanin üstəgəl sitozin, timin üstəgəl adenin bərabər olur 5x-ə. 5x bərabər olur 3500-ə. X-i mən buradan neçə tapıram? 700. Və məndən sitozinli nukleotidlərin sayını soruşur. Guanin üstəgəl sitozin 2x bunların hər biri X-dir. Yəni, sitozin X-dirsə, sitozin elə özü 700-ə bərabərdir. Cavab olur D variantı.
90-cı suala da baxaq. DNT molekulunda 240 adenin var. Neçə hidrogen rabitəsi olduğunu soruşur bizdən. 240 adenin varsa, 240 da timin var. Mən 1600-dən çıxıram. Deməli 2 vurulsun 240, yəni timin və adeninin cəmini çıxıram. Bu bərabər olur. 1600 çıxılsın 480 bərabərdir 1120. 1120 burada məndə guanin və sitazinin cəmidir ümumilikdə. Hər birini ayrı-ayrılıqda tapsam, guanin bərabər olur 560-a, həmçinin sitazin də bərabər olur 560-a. Guanin 560, sitazin 560. Deməli, burada mənim ümumi nukleotidlərimin sayı var. Baxın, 1600, həmçinin guaninin də sayı var. H bərabərdir N üstəgəl G düsturu ilə. H bərabərdir nukleotidlərin sayı üstəgəl guanin. 1600 üstəgəl 560-dan tapıram. Mən burada 2160 hidrogen rabitəsi. Baxaq 91-ci suala. Sitazin adeninə olan nisbəti 3-ün 5-ə olan nisbətdir və bizdən hidrogen rabitəsinin sayını soruşur. Sitazin 3x-dir, adenin 5x-dir, ümumilikdə 4800 nukleotid var. Əgər sitazin 3x-ə bərabərdirsə, guanin də 3x-ə bərabərdir. Burada yuxarıda yazaq. Sitazin bərabərdir 3x, guanin də bərabərdir 3x. Həmçinin üstəgəl adenin 5x-dirsə, timin də 5x-ə bərabərdir. Timin də 5x-dir. 16x bərabərdir 48000 nukleotid olur. 16000 bərabərdir 4800 nukleotid. Mən buradan x-i tapıram 300. Hər birinə vursam, məsələn, S bərabər olur 900-ə, sitazin 900, guanin 900. Digərlərini tapmağa da ehtiyac yoxdur artıq. Çünki baxın, nukleotid sayım var 4800. Sitazinin də sayını tapdım 4800. Sitazini də tapdım 900. 4800 üstəgəl 900 bərabərdir hidrogen rabitəsinin sayına. Ümumi nukleotidlərin sayının üstünə mən burada sitazini gəlirəm. Ümumiyyətlə burada baxın, digərlərini də biz ifadə elədik, tapdıq. Yəni çox uzun-uzadı getməyə ehtiyac yoxdur. Sitazini tapan kimi artıq hidrogen rabitəsinin sayını tapmaq olur. 92-ci sualda bizə deyir ki, guanindi deməli nukleotidlərin sayı timindən 4 dəfə çoxdur. Mən burada timini x ilə işarə eləyərəm. Demək, guanin bərabər olar 4x-ə. Sonra deyir ki, nukleotidlərin sayı cəmi 30.000-dir. Timin x ilə işarə olunubsa, adenin də bərabər olacaq x-ə. Guanin 4x ilə işarə olunubsa, sitazin də bərabər olacaq 4x-ə. Ümumilikdə mənim 10x nukleotidim var, yəni bərabərdir 30.000-ə. X-i neçə tapırıq buradan? X bərabərdir 3000-ə. Yəni 3000 timin var, 12000 guanin, 12000 də sitazin var, həmçinin 3000 də adenin var. Deməli, məndən adenin və timinlərin payına neçə ortofosfat turşusu qalığı düşür deyir. Gəlin adeninin sayını tapaq. Adenin bərabərdir 3000 və timinin sayına, timin də həmçinin 3000-ə bərabərdir. Timin 3000, ümumilikdə 6000, hər birində bir ortofosfat turşusu qalığı olduğu üçün cavab olur 6000. 92-də cavab olur A variantı. 93-cü suala baxaq. 12000 dezoksiriboza 2000 adeninli nukleotid var. 12000 dezoksiriboza varsa, elə 12000-də fosfat turşusu qalığı olacaq. Çünki karbohidratla ortofosfat turşusu qalığının sayı bir-birinə bərabər olur və sitazinin sayını soruşur. Hesablamadan da mən tam tapa bilirəm. Necə? Baxın, burada sitazin 12000 ola bilməz. Çünki ümumilikdə 12000 dezoksiriboza var da. Bunun hamısı sitazin deyil axı. 12000 dezoksiriboza varsa, elə 12000-də burada nukleotid var da. 12000 azot əsası var. Yəni hamısı sitazin ola bilməz deyə bu cavabı da çıxıb mən buradan 4000 tapıram və yaxud hesablaya bilərsiniz. 12000-dən ümumi nukleotid sayından 4000 çıxarsınız. Adenin və timinin cəmini. Guanin və sitazinin cəmi 8000 olar. 8000-də 2-yə bölüb sitazinin sayını 4000 tapa bilərsiniz. Cavab olur C variantı. 94-cü suala baxıram. Həmçinin ona oxşar sualdır. 12000 ortofosfat turşusu qalığı varsa, deməli cavab ya B ya D-dir. Çünki dezoksiribozada sayca ortofosfat turşusu qalığına bərabər olur. Adenin burada 12000 ola bilməyəcək, 4000 olacaq. Hesablasanız da eyni şey alınır. Cavab olur D variantı. 95-ci sualda deyir ki, 120 amin turşusunun qalığından ibarət 100 yula molekulu var. Nisbi molekul kütləsini soruşur. 100 vurulsun 120, amin turşusunun sayını 12000 taparam. 12000 amin turşusunun da hər birinin kütləsi 110-dur.
və deməli 12.000-i mən vuranda 110-a cavabı tapıram 1.320.000. Deməli 12-ni 11-ə vurub 112 yanına da sıfırları düşsəz cavab çıxır. Baxaq 96-cı suala. Bunları silək, yerim görünmür. 96-cı sual. X sayda nukleotid varsa, hidrogen rabitəsi sayını necə taparıq? Adenin və timinin cəmi guanin və sitazinin cəminə bərabər olmazsa, mən ümumi, bayaqki bu düsturumuzu bura yazaq, göz qabağında olsun ki, rahat görək. H bərabərdir, yəni hidrogen rabitəsi bərabərdir. Nukleotidlərin ümumi sayı üstünə gəl guanin, elə deyil. Və yaxud da hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotid sayı üstə gəl sitazin, hər ikisi düzgündür. İndi mənə burada bir dəqiqə nə işarəliyib bunu çəkməliyəm qırağa sualı görmək üçün. Deyək ki, x sayda nukleotid var, yəni n-i x ilə işarələyib bu. Ümumi hidrogen rabitəsinin sayı ya olacaq x üstə gəl s, ya da olacaq x üstə gəl g. Burada g ilə verilib. Cavab B variantıdır. 97-ci suala baxıram. Bir zəncirin DNT molekullu ikiləşəndə bir zəncirdən 26 molekul su ayrılıb. Demək ki, bax bu bir zəncirdə 27 nukleotid var imiş. Çünki nukleotidlərin sayından bir əksik su ayrılır. Deməli, burada 27 var imiş. Digər zəncirində də 27 dənə nukleotid var. Çünki sayları bərabərdir. Ümumilikdə 54 nukleotid var imiş. Və neçə molekul su ayrıldığını soruşur. Buradan 26 ayrılıbsa, buradan da 26 ayrılır. Olur 52. Bir molun tam parçalanması zamanı daha çox enerji ayrılar. Burada digər sualdakı kimi polimer olanı mən götürəcəm. Baxın, Y variantında verilib. Zülal polimer olduğu üçün bunu götürəcəm. 99-cu suala baxaq. Bir teldəki sitazin sayını 110 verib, bir teldəki guanin sayını verib 90, nukleotidlərin ümumi sayını verib 800. Mən heç bu verdiyindən birindən istifadə edeyim əvvəlcə. Baxın, bir zəncirdə yazıram. Sitazin 110. Deməli, digər zəncirdə bunun qarşısında dayanacaq guanin, elə deyil. Sayı neçə olacaq? 110 ədəd. Və bu zəncirdə var, yəni bir teldə var 90 ədəd guanin. Digərində nə qədər olacaq? Yenə 90 sitazin, yəni guaninin qarşısında sitazin duracaq və sayı olacaq 90. Mən guaninin sayını taparam 200 və ya sitazinin sayını taparam 200, yəni bir-birinə bərabərdir. Hidrogen rabitəsinin sayını da tapanda ümumi nukleotidlərin üstünə ya guaninin sayını, ya sitazinin sayını gələrəm, yəni 200 gələrəm. Cavabı da taparam 1000. Cavab C variantıdır. 100-cü suala baxaq. X, Y, X, Z, K RNT-nin tərkibinə daxildir. Y isə daxil deyil və bunların hər biri bir nukleotiddir. Deyir ki, deməli, K adeninli nukleotid ola bilər. K deyir, pilus qoyub, RNT-yə daxil ola bilər. Bəli, daxil ola bilər. X-in tərkibinə riboza daxil deyil. Niyə də daxil olmasın? RNT-nin karbohidratı ribozadır. Z-in tərkibinə ortofosfat turşu qalığı daxildir. Bəli, daxildir. Y sitazinli nukleotid ola bilər, amma X qoyub. Xeyr, sitazin RNT-yə daxildir, amma Y bizə deyir ki, daxil deyil. Ona görə 4 səhvdir. Y-in tərkibinə dezoksiriboza daxildir deyir. Bəli, daxildir. Yəni bu X olduğuna görə Y RNT-yə aid olmayan bir şey olmalıdır. Dezoksiriboza da RNT-yə aid deyil. 5 də düzdür. Z timinli nukleotiddir. Səhvdir. RNT-də şey yoxdur, timin yoxdur. Urasil var bunun yerinə. Bu səhvdir. Cavab olur 1, 3, 5. Yüzdə 1, 3, 5 olur. Yəni B variantı. 101-ci sualı da baxaq. Bu da oxşardır, amma burada düzgün olmayan ifadələr soruşur. Oxşardırsa baxmayaq, yox, baxaq. Deməli, K adeninli nukleotid ola bilər. K adeninli nukleotid ola bilər. Bəli, düzgündür. Adenin RNT-yə daxildir. X-in tərkibinə riboza daxil deyildir. Bu yanlışdır. Çünki RNT-nin tərkibində riboza var. Z-in tərkibində ortofosfat turşu qalığı daxildir. Bəli, RNT-də ortofosfat turşu qalığı var. Y-in tərkibində ortofosfat turşu qalığı daxildir, amma burada
burada X var, yəni aid deyildir. Bu yanlışdır. RNT-də var. Y-in tərkibinə dezoksiriboza daxildir deyil. Bu düzgündür. Çünki baxın dezoksiriboza yoxdur. Y-də olmayan bir şeydir. Bu düzgündür. Z timinli nukleotiddir. Bu səhvdir. Z urasil ola bilər. Timin DNT-dədir, RNT-də yoxdur. Bizdən düzgün olmayanlar soruşur. 2, 4, 6 cavab olur B variantı. 102-ci suala baxırıq. İndi eyni şey bizdən DNT üçün soruşur. Deyir ki, X, Z, K daxildir, Y isə daxil deyil. Z urasilli nukleotiddir. Urasil DNT-də yoxdur. Əvəzində timin var, urasil yoxdur. Ona görə Z səhvdir. X-in tərkibinə dezoksiriboza daxil deyil. Niyə daxil olmasın? DNT-nin karbohidratı dezoksiribozadır. Y-in tərkibinə riboza daxildir. Bəli, yəni Y DNT-yə aid olmayan bir şeydir və ribozadır. Bu düzgündür. K stazinli nukleotid ola bilər. Bəli, DNT-nin tərkibində stazin var, K-da da pilus qoyulub. Y-in tərkibinə orta fosfat turşusu qalığı daxildir. Xeyr, bu yanlışdır. Y DNT-də olmayan bir şeydir. Baxın, X qoyulub burada. Amma DNT-nin orta fosfat turşusu qalığı var bir ədəd. X-in tərkibinə orta fosfat turşusu qalığı aid ola bilər. Çünki DNT-də var. Cavab olur 3, 4 və 6, yəni B variantı. 102-ci sualda da B variantıdır. 103-ə baxaq. Eyni düsturdur. Guanin, stazin, adenin A, G, S şəklində işarələyir və bizdən hidrogen rabitəsinin düsturunu soruşur. Nukleotidlərin ümumi sayının üstünə guanin tapmaqla ala bilərik. Amma baxın, burada deyir ki, hidrogen rabitələrin üstünə adenini gəlib, nukleotidi tapıb. Bu düzgün deyil. Baxın, bu düstur H bərabərdir N üstəgəl S. Burada da H bərabərdir N üstəgəl G. B variantında bunun əksini verib N bərabərdir H çıx G. Daha doğrusu D-də. B-də də C-nin əksini verib N bərabərdir H çıx S. Yəni bunların hər biri düzgündür. Səhv olan Y variantıdır. 104-cü suala baxıram. Nukleotidlər hansı hissələri vasitəsilə bir-biri ilə birləşib DNT-nin bir zəncirini əmələ gətirirlər? Bir nukleotidin deməli pentozası ilə digərinin orta fosfat turşusu qalığı birləşir. Baxın, bu dezoksiribozadır, yəni pentozası, karbohidratı. Bu isə orta fosfat turşusu qalığı deməkdir. 2 və 3 birləşir bir-biri ilə yuxarıdan aşağı, belə təsəvvür eləyək. Növbə ilə yanaşı mitoxondr və plastit kimi hüceyrələr orqanoidlərində də DNT var. Burada olacaq 3. DNT molekulu spiral halında burulmuş 2 polinukleotid zəncirdən ibarətdir. DNT 2 zəncirlidir, RNT 1 zəncirlidir və peptid deyil, bu zülala aiddir. Baxın, burada 1 polinukleotid deyir. Bunlar səhvdir. 6 deməli 2 polinukleotid zəncirdən ibarətdir. Hər bir monomerində var azotlu əsas, var orta fosfat turşusu qalığı, var karbohidrat, yəni dezoksiriboza. Burada da olacaq 8. 3, 6, 8. Cavab olacaq 3, 6, 8. 106-ya baxıram. RNT molekulu isə 1 polinukleotid zəncirdən ibarətdir və hər bir monomerində var azotlu əsas, var orta fosfat turşusu qalığı və riboza, yəni karbohidratı 5. Deməli, RNT molekulunda rast gəlinməyən azot əsası hansıdır? Timindir. Onun əvəzinə RNT-də var urasil. Cavab olur 2, 5 və 7. Baxaq 107-ci suala. Pektin nədir? Pektin deməli polisaxariddir. Polisaxaridlərə aiddir. Əsas xüsusiyyətləri də odur ki, ağır metalları özünə adsorpsiya edə bilir və balqabağın əsas tərkib hissələrindən biridir. Bu kitabda verilib. Pektin polisaxariddir. Ağır metalları özünə adsorpsiya etmək qabiliyyəti var və balqabağın əsas tərkib hissələrindən biridir. Disaxariddir, səhvdir. Bu mayaqların xarici skeletini təşkil edən xitindir. Pektin deyil. Cavab olur 2, 3, 6. 108-ci suala baxaq. Deyir ki, tərkibində timin əsası olan nuklein turşuları üçün səciyyə və əlamətləri seçin. Tərkibində timin əsası olan nuklein turşusu DNT-dir. Deməli, deyir ki, 2 polinukleotid zəncirdən ibarətdir. Bəli, düzgündür. Amin turşularını zülal sintez olunan yerə daşıyır. Xeyr, bu RNT-nin funksiyasıdır. Olmayacaq. Buradan qoyum, ora qarışıqdır. Üstündə işlənib. 2 səhvdir. Ribosomun tərkibində olmur deyir. Bəli, ribosomun tərkibində yoxdur. Bu düzgündür. Transliyasiya prosesini həyata keçirir. Xeyr, transliyasiyanı RNT həyata keçirir. DNT transkripsiya prosesini həyata keçirir. Yalnız eukariot hüceyrələr üçün xasdır. Xeyr, prokaryotlarda, məsələn, bakteriyalarda da var. Düzgün olanlar 1, 3 və 5-dir.
Baxaq 109-cu suala. İndi bizə deyir ki, tərkibində urasil olsun. Demək bu RNT-dir. Ribosomun tərkibində olur, bəli, düzgündür. Zülal sintezində bilavasitə iştirak etmir deyir. Xeyr, niyə iştirak etmir ki? İştirak edir. RNT-də, DNT-də hər ikisi iştirak edir. Amin turşularını zülal sintezi olunan yerə daşıyır, düzgündür. Nuklein turşuları üçün matris rolunu oynayan DNT-dir. Bu da səhvdir. Transilyasiya prosesini həyata keçirir RNT. 2 polinukleotid zəncirdən ibarətdir. Xeyr, 1 polinukleotid zəncirdən ibarətdir. 110-cu suala baxıram. Deməli, DNT-də var, X, Z, K var, Y isə yoxdur. DNT-də olmayan nukleotid urasildir. Mən əvvəlcədən tapdım ki, Y urasil imiş. Və bizə deyir ki, K və Z-in ölçüsü bir-birinə bərabərdir, X-dən də böyükdür. Ölçüsü bir-birinə bərabər olan deməli, azot əsasları adenin və guanindir. Deməli, mən əvvəlcədən tapıram ki, ya K adenindir, ya da guanindir. Həmçinin Z də həm adenin ola bilər, həm də guanin ola bilər. Amma adenin və guaninin, yəni K və Z-in ölçüsü X və Y-dən çox olduğu üçün mən artıq bilirəm ki, X də deməli, sistazindir. Y timindir, X-dəki deməli, sistazindir. İndi baxaq, amma bu yox, bir-birindən müxtəlif dediyi üçün artıq buna ancaq sitazin deyirəm, timin deməyəcəm, bir-birindən fərqlidir bunların hamısı. Yox, timin də ola bilər. İndi cavablardan görəcəyik onu, sitazin götürək bunu həlləlik. Deyir ki, Y adenindir, xeyr, Y urasildir, tapmışıq. Z urasil ola bilməz, bu düzgündür. Çünki DNT-də var. X guanindir deyir, X guanindir, xeyr, bu da səhvdir. Biz guanin K və ya Z-ə demişik. K deyir, timindir, K timindir, xeyr, K ya adenindir, ya guanindir. X sitazin ola bilər, bəli, düzgündür. Y isə urasildir, bu da düzgündür, tapmışıq biz bunları. Cavab olur 2, 5, 6. Baxaq 111-ə, yenə eyni deyir ki, X, Z, K DNT-də var, Y isə yoxdur. Deyəsən, eynidir, hə, bu və DNT üçün deyir. Aha, burada fərq nədir? K və X-in ölçüsü bir-birinə bərabərdir, Z-dən isə kiçikdir. Y-ə yenə əvvəlcədən yazıram, urasil. K və X bərabərdir, Z-dən də kiçikdir. K və X bərabərdir, Z-dən kiçikdir. Deməli, onda Z ya adenindir, ya da guanindir. Bu ikisindən biridir. X və K isə hər biri ya sitazindir, ya timindir. K da ya timindir, ya sitazindir. Bunlardan biridir. İndi şərtlərlə tanış olaq. Deyir ki, Y urasildir, düzgündür. Z timin ola bilməz, bəli, ola bilməz ölçüsünə görə. X guanindir deyir. X-ə nə yazmışıq biz? Timin sitazin səhvdir. K sitazin ola bilər, bəli, ola bilər. Z sitazindir, xeyr, ya adenindir, ya guanin. Y adenin ola bilər, xeyr, DNT-də Y yoxdur. Deməli, bu urasildir. Cavab olur 1, 2, 4. 111-ci sualda cavab olur 1, 2, 4. Baxırıq 112-ci suala. DNT molekulunda ölçüləri digərlərindən böyük olan 2 növ nukleotidlərin sayının cəmi 2000-ə bərabərdir. Adenin və guaninin cəmi 2000-ə bərabərdirsə, biz bilirik ki, bunların sayları bir-birinə fərqlidir. Adenin və guanin 2000-ə bərabərdirsə, histazin və timin də 2000-ə bərabərdir. Ümumilikdə olur 4000 nukleotid. Həmçinin 113-cü sualda da digərlərindən kiçik olan deyil, yəni histazin və timin 2000-ə bərabərdirsə, digərləri 2000 olur. Bizdən burada digər nukleotidləri soruşur, 2000 olacaq, ümumini soruşmur. 114-cü sualda cəmi deyir neçə nukleotid var. Ölçüsü digərlərindən böyük olan 2 növ nukleotidi, yəni adeninlə guaninin cəmi 2000-dir, sitazin və timin də 2000-dir. Hamısı bir yerdə olur 4000, ümumilikdə 4000 olur. 115-də də yenə az olanları, sitazin və timinin cəmini 2000 verib, adenin və guaninin də cəmi 2000 olacaq, ümumilikdə 4000 nukleotid olacaq. 114-də, 115-də cavab 4000-dir, 112, 113-də 2000-dir. 116-cı suala baxıram. DNT molekulu 800 nukleotiddən təşkil olunur. 400-ü buradadır, 400-ü buradadır. Bu sintez olunan zaman ayrılan su molekulu. Buradan ayrıldı 399, buradan da ayrıldı 399. Ümumilikdə mən bunları toplayanda alıram cavabı 798.
və proton sayı deyir. Suda 10 proton var. Baxın, H-da 1, 2 dənə H var, 2. Oksigəndə də 8, 10 eləyir. Deməli, 798-i vururam ona, cavab eləyir 7980 proton. Cavab olur 7980. Qram parçalanması nəticəsində 660 qram su əmələ gəlib. 1 qram yağ parçalandıqca 1,1 qram su əmələ gəlir. Deməli, mən 660-ı bölürəm 1,1-ə. Deməli, cavabı tapıram 600 qram. Enerjini soruşduqda isə deyir ki, 1 qram yağ parçalandıqda 38,9 kJ enerji ayrılır. Mən 600 vuraram 38,9-a, cavabı taparam 23340 eləməlidir. Belə həlli yolu budur. 118-ci suala baxaq. Deyir ki, 60 günlük qış yuxusunda pi qatı azalıb ayının və kütləsinin 1,2 kiloqramını itirir. 1,2 kiloqramı qrama çevirirəm. 1200 qram və 1 sutka ərzində bu yağın oksidləşməsindən neçə qram su ayrılar? 60 gündə 1200 qram itiribsə, 1200-ü 60-a bölüb taparam ki, bir gündə 20 qram itirib. Suyu soruşduğu üçün 20-ni vuraram 1,1-ə, eləyər 22 qram su. 119-da deyir ki, karbohidrat, orta fosfat turşusu qalığı və azotlu əsasların saylarının cəmi 48 mindir. Deməli, hər birinin sayı 16 minə bərabər olacaq. Karbohidrat da, orta fosfat turşusu da, azotlu əsasda, çünki sayları bir-birinə bərabərdir və iki zəncir bir yerdə. Bir zəncirində isə 8000 orta fosfat turşusu qalığı var, 8000 də karbohidrat var, yəni cəmi 16000. 120-ci sualda da eynidir. 24000-də bölərəm 3 yerə, 8000 azotlu əsas, 8000 karbohidrat, 8000 də fosfat turşusu qalığı var və bir zəncirində deyir. Karbohidrat və fosfat turşusu qalığının cəmi 16000-dir bir zəncirdə. Ümumi soruşduğu üçün 16000-i də vuraram 2-yə, 32000. 120-də cavab 32000-dir. Deməli, 119-da isə cavab 16000-dir. 121-ci sualda deyir ki, DNT RNT-dən fərqlənir. DNT RNT-dən təbii ki, molekul kütləsinə görə fərqlənir. Biri 2 zəncirli, biri 1 zəncirlidir. Nukleotidində orta fosfat turşusu qalığının quruluşuna görə xeyr. DNT və RNT-də orta fosfat turşusu qalığında bir fərq ümumiyyətlə yoxdur. Adenin azotlu əsasın olmasına görə xeyr, çünki hər ikisində adenin azotlu əsası var. Fərqlənə bilərlər timinə görə, 3 də səhvdir. Karbohidratın quruluşuna görə bəli fərqlənirlər. DNT-də dezoksiribozadır, RNT-də ribozadır. Histozin azotlu əsasının olmasına görə də fərqlənirlər, hər ikisində var. Nukleotidlərin növünə görə fərqlənirlər, bəli. Cavab olacaq 1, 4, 6. 122-ci sualda 2 ATF molekulundakı makroergik rabitə ilə 3 ADF molekulundakı makroergik rabitələrin sayını istəyir. ATF-də trifosfat, 3 fosfat turşusu qalığı arasında baxın 1, 2. 2 makroergik rabitə var. A bərabərdir 2-yə. Difosfatda isə yox, 2 dənəsi dediyi üçün cavab olacaq 4. A 4 olacaq. Difosfatda isə 1 makroergik rabitə var. 3 dənəsində də 3 dənə. A və B-nin cəmi bərabər olur 7-yə. 123-cü sualda da eynidir. 3 vurulsun 2 bərabər olur 6-ya. Difosfat dedikdə də 2 vur 1, 6 üstə gəl 2 bərabər olur 8-ə. 124-cü sualda deyir ki, 3 qat hidrogen rabitələrinin sayı 2 qat rabitələrin sayından 2 dəfə çoxdur. Yəni, bu deməkdir ki, guaninin sayı adeninin sayından deməli 2 dəfə çoxdur. Çünki guaninlə histozin arasında 3 qat rabitə, adenin və timin arasında 2 qat rabitə var. Ümumi hidrogen rabitələrinin sayı 96-ya bərabərdir. Mən burada adenini x ilə işarələyərəm. Guanin onda bərabər olar 2x-ə. Nukleotid sayı onda olacaq 6x. Üstə gəl guaninin sayı, yəni bir də təzədən 2x, yəni ümumi nukleotidlərin sayı üstə gəl guaninin sayı bərabər olacaq 8x-də. 8x-də bərabərdir 96. Mənə ümumi hidrogen rabitələrinin sayını 96 verib. Mən buradan x-i tapıram 12. X nədir? Adenin. Məndən deyilə adenini soruşur. Neynədik? Bir də təkrar edək. Deyək ki, 3 qat rabitə 2 qat rabitədən 2 dəfə çoxdur. Demək, yazıram guanin bərabərdir 2 adeninə. Adenini x-lə işarələyirəm. Guanin ona görə olur 2x. Ümumi nukleotidlərin sayının, yəni 6x-in üstünə guanin nukleotidinin sayını gəlirəm, eləyir 8x. 8x də bərabər olur 96-ya. X-i, yəni adenini mən buradan 12 tapıram.
125-ci sual da eynidir. Burada deyir ki 3 qat rabitələrin sayı 2 qat rabitələrin sayından 2 dəfə çoxdur. Yenə bərabər olacaq. Guanin bərabərdir. 2 qat adenindən 2 qat çoxdur. 2 adeninə bərabər olacaq. Mən yenə adenini x ilə işarələsəm, guanin bərabər olur 2x-ə. Ümumi nukleotit sayı olur 6x. Üstünə gələk yenə guanin 2x. Ümumi nukleotit sayı 8x-dir. Üzr istəyirəm, ümumi hidrogen rabitəsinin sayı 8x-dir. 8x-də bərabərdir 192-yə. Mən buradan x-i tapıram. Deməli 24. X-i 24 tapıram. Məndən nə istəyir? Guanini. Guanin 2x-ə bərabər olduğu üçün 2x-ə bərabərdir 48-ə. Cavab 48-dir. 126-cı suala da baxaq. Deyir ki, DNT molekulunun bir hissəsində nisbi molekul kütləsini verib bizə. Mən bilirəm ki, birinin kütləsi 300 AKV-yə bərabərdir. Yəni, bir nukleotidin kütləsi. 900 mini də mən deməli 300-ə bölsəm, cavabı tapıram. Buradan 2 dənə bu gedir. Cavabı tapıram 3000. Demək, burada 3000 nukleotid var imiş. 3400 də hidrogen rabitəsi var. 3400-dən ümumi hidrogen rabitələrinin sayından nukleotidlərin sayını çıxsam, mən guanini 400 tapırammı və yaxud da sitazini? Guanin və sitazin 400-ə bərabər olur. Ümumi nukleotid sayından 3000-dən 800-ü çıxıram, yəni guanin və sitazin cəmini çıxıram. Cavab olur 2200. 2200 nədir? Timinlə adeninin cəmi. Timini də tapmaq üçün 2200-ü böləcəm 2-yə. Cavab olacaq 1100. 127-ci suala baxaq. Bizdən polipeptidi istəyir. Peptid dediyi, polipeptid dediyi üçün demək bizdən zulalı istəyir. Baxın, burada sintet aza. Aza ilə bitirsə fermentdir. Fermentdə zulaldır. Deməli, A burada olacaq. Hemoglobin də zulaldır. Polipeptiddir. Polisaxarid istəyir. Selluloza uyğundur bura. Mürəkkəb karbohidrat demək istəyir. Polinukleotid dedikdə isə DNT və ya RNT nəzərdə tutulur. Yəni nuklein turşusu. 1-də A, B, 2-də Y, 3-də isə C olur. Sonra bizdə biopolimerlər verilib. Polipeptid, polisaxaridə uyğun olan Y və Z-i istəyir və DNT-nin aid olduğu biopolimerin nə olduğunu soruşur. Əvvəlcə gəlin X-i yazaq. DNT-nin aid olduğu biopolimer adı polinukleotid deməkdir. Deməli, XA olacaq. Sonra burada Y-də bizdən yenə polipeptid istəyir, yəni zulal istəyir. Burada zulal hansıdır? Tripsin zulalı və yəni ferment olduğu üçün deməli, bir də oksid aza, baxın, aza ilə bitir. Y-də də olur, cavab D və Y. Z isə polisaxariddir, yəni mürəkkəb karbohidrat istəyir bizdən, cavab olur C. 1-də A, 2-də D, Y, 3-də isə C olur. 129 sonuncu suala baxırıq. Monosaxaridlər üzv birləşmələrin karbohidratlar adlanan qrupuna aiddir. Karbohidratlar da ayrılır. Monosaxarid, disaxarid, polisaxarid. 2 monosaxaridin birləşməsindən disaxarid alınır. Burada olacaq 2. Çoxlu sayda monosaxaridlərin birləşməsindən isə polisaxarid yaranır və bunlardan monomer halqaların sayı artdıqca suda həll olma qabiliyyəti də azalır, şirin dadı da azalır. Burada o da olacaq 7. Cavab olur 3, 2, 4, 7. Bu qədər biokimyanın birinci hissəsinin, yəni üzvü qeyri-üzvü maddələr olan hissəsinin izahını bitirdim. 2 video şəklində yükləmişəm. 1-80-ə qədər olan ayrı, 80-dən sona qədər olanı da bu videoda paylaşdım. Növbəti hissəsini də yaxın günlərdə kanala yükləyəcəm. Maddələr mübadiləsi, energetik, plastik mübadiləni kanala yükləyəcəm. Sağ olun, salamat qalın.